Bu gün sizə Yadigar Fit salamlayır sizi. Əssalamu aleykum dəyərli izləyicilər, dəyərli Yadigar Fit izləyiciləri. Yəni ola bilər abunəmiz 4 dənə olar, yəni ürəyimiz böyükdür. Nəysə. Bu gün sizə bir də maraqlı bir hadisədən danışacağam. Estetik görünmək istəyir çox adam. Estetik. Yəni məsələn əzələləri görsənmək istəyir. Yəni mən deyir haram böyüdüm ki, mən belə daha əzələli görsənim, daha belə böyük görsənim, daha belə yekə görsənim, necə edeyim, haram böyüdüm, yəni belə çıxmaz əzələ, yəni əzələni. Əzələmizin harasını böyütməliyik? Əzələmizin ən birinci estetik görünməsini istəyirsə, məsələn, görünməsi bayava görsəniz, elə bıqda, yəni belə bayava görsənməni istəyirsə, ən birinci boyundur. Məsələn, insanın birinci harası, sıfatına baxanda, məsələn, birinci insana baxanda boyunu görsənir. Məsələn, bu estetik. Bax, bura məşq eləmək, yəni boyuna məşq eləmək lazımdır. O da ki, bəzi müxtəlif hərəkətlər var ki, siz onları eləsəz, artıq boyuna işləmiş olursunuz. Gymdə, yəni məşqdə, məşq zalında. İkinci olaraq çiyinlərdir. Yəni, nə qədər çiyini işləsən, görsən ki, çiyin artıq böyük görsənsə, nə qədər var? Görsən, çiyin. Çiyinlər adamı cəlb edir. Ondan sonra ikinci olaraq qol qabağı görürsünüz. Ən çox da qolun orxası, yəni insanı estetik göstərə bilir. Təbii ki də ayaqları tərəfə keçmirəm, çünki mən ayaqları tam işləməmişəm. Çünki ancaq məndən squat da edirəm, günə 150 dənə, 160 dənə oturub dururam. Ancaq elə məşq eləmək olur. Ondan sonra arxa, bax, belə əzələlər, məsələn, Latimusdur, nə bilim, Optimum Primusdur. Arxaya da işləmək, yəni məsləhətdir, sizin üçün məsləhətdir, yəni arxa sistemədə, arxa məşqə də eləyərsiniz. Ən əsası baxsınız da, yəni üst şeydir, sinə. Bax, sinə. Estetik görünməyin yolu sinə. Sinəyə məşq eləmək. Bayava görsənmək. Məsələn, biz buradan görsün ki, məsələn, ikinci şeydən geddə, bura. Görürsünüz, baba. Sonra ön qol, arxa qol, işləyin də, yəni estetik də başlayırsınız. Yəni sizdən nə gedir ki, onsuz da məşq eləyirsiniz. Amma ən belə estetik görmək istəyirsə, birincisi olaraq belə deyim sizə boyundur, yəni boyun məşq eləməlisiniz. Ondan sonra keçməlisiniz, məsəl üçün Latimusdur, buralar görürsünüz, adam belə saxlayır, məsələn görürsünüz, belə enli, sonra çiyinlərdir. Nəysə dostlar, kanala abunə olub like atmağı unutmayın. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Kanala abunə olub like atın.